Banu! Banu elədiyim böyle bir səhvdir. Banu! Dedim yaxınlaşmayın, çıxın gedin. Heç yana gedən deyiləm Banu. Sakit ol. Sakit ol Banu. Banu tərpənmə Banu. Heç nəyə görə özünü öldürməyə değməz. Sen bilirsən ki sənə nəsə olsa ailən, dostların nə günə düşəcək ha? Bunu fikirləşmirsən Banu. Ve siz fikirləşirsiniz, mənim aileme şəkli görsən alacağım. Yaxınlaşmayın. Banu. Yaxın gelmeyin deyim. Banu heç kim heç səni görməyəcək. Gözünü öldürməklə yaxşı olacaq ha? Ailən sevinəcək ona. Yaxınlaşmayın dedim, çıxın gedin. Banu eləmə. Yaxınlaşmayın. Banu, Banu, Banu sakit. Banu getmə. Banu. Bırak Banu! Yok! Bırak! Et bak seni bırakmayacağım! Banu! Bırakın! Bırakın beni! Ne eləmək istəyirdin Banu ha? Ne eləmək istəyirdin? Dəlisən! Yaxşı, keçdi. Keçdi. Heç nə olmayacaq. Mən qoymayacağım, nəsə olsun. Mən yox. Nə boş-boş danışsan. Bizim nəsildə hələ bir qeyrət adam olmayıb. Mənim qardaşım oğlu öz əmisi qızına pis gözlə baxa bilməz. Niyə? Yaman arxayınsan ha bu gədiyə. Mən də havadan danışmıram ki. Bir bildiyim var ki deyirəm də. Öz gözündən görmüsən. Nə görmüsən? Necə görmüsən? Yaxşı niyam, yaxşı. Mənə inanma. Nə vaxt özün görərsən inanarsan. Amma onda qorxuram gec ola. Ay qız Sima! Geldiniz. Hiç haberim olmuyor. Nə olmaz da. Başım bu telefondan açılsa xəbərin olardı. İqra oynuyorum da ata. Bala kişi dərsdən gəlməyib hələ. De. Dem gözgahı buradadır ki. Bəs öz anı? Özü geldi gördü ki yoxsuz çıxdı. Dedi əmim gel gələndə gələrəm. Gördün? Ağılsız. Həm deyirsən bala kişini bu evdən göndərək. Həm də onun atını mələk kimi göstərirsən. Elə belə eləmirsən Vüqar sən almır da. Ağılsız bilmirəm kim oxşadım. Ne dedim ki mən? İnci bura gel. Bəli. Dünən gecə hardaydın? Düzünü de. Ata, təzə yalanlar gəlir ata. Vaxt ver qoy yaxşı-yaxşı fikirləşsin də. Bəlkə daha maraqlı şeylər Şəfa, oturacaq. sən qarışma. Mən bacınla danışıram. Düz deyirsən ata. Ən yaxşısı mən də bacışqamın yalanlarına qulaq asım. İnci. Dünən Bakı-Quba yolunda nə işin vardı? Ata. Dünən deyib sən heyecanlandırmaq istəmədim. Xəyallərin uzaq qohumları Qubaya qonaq çağırmışdılar. Sinifdən başqa qızlar da var idi. Dedi, gedib qayıdarıq. Qaranlıq düşdü. Qorxduq qayıtmağa. Qaldıq. Yaxşı, bunu mənə dünən niyə deməmişdin? Deyirəm də ata. Narahat eləmək istəmədim. Bağışla. Qızım, mən həmişə sənə inanmışam.
Nə olur mənim balam? Elə ki, həmişə belə olsun. Sənə olan inamımı heç vaxt sındırma. Baş üstə. Bundan sonra gecə evdə qalmamaq məsələsi qurtardı. Nə olursa olsun gecə evdə qalacaqsan. Başa düşdün? Yaxşı. Ana! Ay ana, səni təbrik edirəm, gözlərin aydın olsun. Bugündən qanunu qaynəsən. Ərzələrimizi vermişik. Təbrik eləyirəm. Sağ ol ay ana. Deyirəm, ay arvad, bu günü qeyd eləmək lazımdır. Axşama yaxşı bir süfrə açırsan. Nə sifət eləyirsən az? Hə? Elşanın yerində kim olsaydı, dünənki hərəkətivə görə sənin ayağı yerindən qopardardı. Amma mənim oğlum neynədi? Bir kəlmə də danışmadı. Əksinə, Zaksa getməyinizi qeyd eləmək istəyir. Hə, gəlin. Yeməyə nə pişirirsən? Hala, bu nədir? Baydı Nüsrət. Rayondan göndərdilər. Dala, amya demişdim. Süt, ət, qatıq göndərsin. Sağ olsun arvad. Göndər, mama deyim, mama. Deyirəm, arvad necə hiss edib, mən burada hər gün yağ bağı yeyirəm. Deyir, oğlum vitamin çatmır da, qoy bir alma yesin. Sağ ol, ay mama, üzün ağ olsun, üzün ağ olsun. Nüsrət, deyirəm indi bütün ayı alma pirogu, alma pulavu, alma dolması yiyəcəyik, ya. Yana yala, pul qoymayıb bu. Ne oldu lan? Salam, Nüsrət. Mən deyirəm, Nüsrət. Salam, Nüsrət. Bağışla, bu ay inəklər az süd verib. İmkanımız yaxşı deyil. Amma pul göndərmişik. Pul ən iri almanın içindədir. Göndərib. Başını soxma. Nüsrət, deyirəm sənin qohumların da deyəsə elə sənin kimidir, ya. Əsrə gələn daşma, hə? Yox, pul göndərməyib. Elə biz pul göndərəcək, hə? Gələn. Gəl, ye. Belə, heç sən. Ama de, ürək de, ürək. Deyirəm bir 2 ayda bundan dolanaq, görək başımıza nə gəlir də. Ona deyir, ala. Telefonla oynayan biraz idi, sən də bir tərəfdən çıxdın. Tanışlıq saytdı o. Yox, elan saytıdır. O, maşın alsan yoxsa ev? Nə maşın, nə ev. Kirayə vaxtaran tələbə axtarıram. Səndən lazım deyil qurban. Mənim manyaqla zadına sizi qorumaqdan bezmişəm, lazım deyil etsən. Allah Səhid düz deyir. Bir aydan sonra kirayə pulunun vaxtı gələndə onda 4-cü adamı axtaracaqsan. Çox kişiləşmə. Gördü lan. Hədə. Və 4-cü adamı tapsaq, yük olmaz da üstümüzə. Ala, dedim mən verirəm də pulda. Siz müsibətdir, lazım deyil, sən can. Mən verirəm, lazım deyil burada. Onu çıxarma. Hər dəfə rayondan pul gələndə bax belə kişiləşirsən. 2 günə pulun başına daş salarsan, sonra başlayırsan Tomikə yalvarmağa. Amma xəyr, böyle görməmişdi ya. Bir dənə sep var, soxur gözümüzə. Deyir, görməmişim bir dənə sep olsun, vırsın, klon sındırsın. Bugün Turala baxdım, yazığım gəldi ona. Alçağa görə. Dəlisən sən? Bəlkə bilmədiyimiz nəsə var. Gələ ona qulaq asardıq da. Sizi bilmirəm. Mənim onun bəhanələrinə qulaq asmaq fikrim yoxdur.
Bax o vaxt Asiflə də beylədik də. Qulaq asmadıq, axırda gördünüz nə oldu? Uşaqlar Asif demişkən, bu yaxınlardan da zəng eləmişdim. Hər şey yaxşıdır. Özünə iş tapıb. Bu özünə şərait quran da sən o. Sən də onun canında nələr var? Bir o kətçidir bala kişi. Bir də bu yetimçə. Özmürüm. Yo başqa qutarsın mən Asifə salamzal verməyəcəm. Deyir takoy at ver, takoy bir bet də. Özmürüm. Ha? Züleyxa. Bala kişiyə niyə ət qoymamısan? Səhv düşüb, Ceyziman yeməyidir. Ye, nuş olsun, ye. Ye bala, ye. Baş qalıb ki məndə, başımı itirmişəm. Qardaş oğlu, dərslərini necə gedir? Sökürəm, hamısı əladır. Ben necə olmalıdır? Əminin balasıdan axı. Bax, əmi, sən də hamısından əla alırdın. Əlbəttə. Bütün dərslərdən qiymətlərin 5 idi. Bilirsən niyə? Sənin atanı sevindirmək üçün. Məni oxudur baxır. Sonra da işə düzəltməyə kömək elədi. Hələ özü də evləndirdi. İndi də mən söz vermişəm ki, səni özüm oxudub, özüm də evləndirəcəm. Nə oldu? Deyəsən torbada pişik var axı. Ha? Yoxsa gözaltın var? Tanıyırıq. Kimdir? Kənddəndir, yoxsa universitetdən? Əmi, hər şey vaxtı çatanda deyəcəm, belə əmələ gəlmir adam. Sevindirdin məni. Düz deyirsən. Hələ tezdir. Hələ oxumalısan. Sonra əskərliyini çək. Gəl işə düzəl. Ondan sonra özüm gedəcəm sənin üçün elçiliyə. Banu. Ay Banu. O nənənin bağladığı zoğal mürəbbəsi ilə mənə çay verə bilərsən deyəsən soyuqlamışam. Sən ol. Xəstələnmirsən, ya ağlamısan? Yox, gecə yatmamışam, ona görə gözlərim şişib. Bugün universitetdə mənə soruşan olmadı. Banu, sən nənəmi? Deyirəm, bugün universitetdə mənə soruşan olmadı. Qaqaş, fikrim başqa yerdə idi, eşitmədim sən. Banu. Gəl otur. Günorta hardaydın? Telefon bazen çatmırdı. Sönmüşdü. Mən Elə bundan sonra telefonu sönməsin. Yaxşı? Nigaran qalıram.
Yaxşı. Dərman verim sənə? Yox. Başa düşürsünüz. Əgər ona bir şey olsaydı, ömür boyu nə özümü, nə də sizi bağışlayardım. Xüsusən də səni. Başa düşürük sən Pərviz. Banu'yu da görəndə mən də qorxdum. Heç nəyə fikirləşə bilmirdim. Nə özümü, nə atamı, nə tutulacağımı. Məni qorxudan təkcə Banu idi. Yaxşı, sən hardan bilirdin ki, Banu həmin qayalıqdadır? Mənə video mesaj göndərmişdi həmin qayalıqdan. Görən kimi tanıdım. Niyə sən göndərmişdin? Bir qızı aldatmaq, onun hisslərindən oynamaq, bəlkə də siz oğlanlar üçün çox maraqlı və zövqlü bir oyundur. Amma bilin ki, bu kişilik deyil. Kişilik əyləndiyin, gəzdiyin, aldatdığın qızların sayından ölçülmür. Kişilik başqa bir şeydir. O Tural və Tural kimi oğlanların heç vaxt başa düşməyəcəyi bir şeydir. Sizin, sənin Tural, elədiyin hər şeydən əvvəl çox böyük günahdır. Bugün mən də bağışlanmaz bir günah eləyəcəm. Və bu mənim dünyadakı son günahım olacaq. Amma siz, Tural, sən mənim də günahım üstünə alacaqsan. Ürəyinlə oynayacağın başqa qızların da günahını. Mənim sözüm bu qədərdir. Mesaj yazmışdı ki, sən şok videoları, şəkilləri, səsləri paylaşmaqda ustasan. Öləndən sonra bunu da paylaşıb hamını şoka salarsan. Az. Dədəm nə deyirdi? Dedi ki, mən şəklərlə anası rəhmətə gedib. O da icazə alıb. Eldar əmi də onun yerinə işləməli olacaq bir müddət. Yəni gec gələcək. Nə pis oldu. Sizə də salamı var. Göndərən sağ olsun. Hara belə? Hələ tezdir. Gözlə çayımı içim özüm apararam. Elşad, mən hələ kitabxanaya getməliyəm dərsdən öncə. Tələsirəm. Sağ ol. Sağ ol. Ola bilməz. Adi təsadüfdür. Yox, mən elə özüm uşağam. Nə uşaq? Sakitləş Gülşən. Sakitləş. Analiz verəcəksən. Hər şeyi öyrənəcəksən. Hər şey yaxşı olacaq. Qızlar, Banu gəlib. Biz hər şeyi bilirik. Oğlanlar danışdı. Biz sənin yanındayıq, Banu. Nə olur olsun xətrini çox istəyirik. Həm də ki, sənin nə günahın var burada? Narahat olma, biz sənin yanındayıq. Qızlarım, mən bilmirəm heç sizə necə təşəkkür edeyim. Çox sağ olun.
Yaxşı ki yandasınız, yaxşı ki varsınız. Banu, necəsən? Yaxşısan? Ay Gülşən, hardasan axı, dərs başlayır. Dünən Banu sənə görə özünü öldürmək istəyirdi. Ne danışdınız? Pərviz yaxşı ki vaxtında çatdı. Uşaqlar, bir dəqiqə mənə qulaq asın. İndi deyəcəklərim çox vacibdir. Axır vaxtlar özünüz gördünüz ki, sinifimizdə çox dəxlisiz söhbətlər oldu. Özünüz şahid oldunuz ki, bir boş zarafat nələrə səbəb oldu. Ona görə indi deyirəm, bir də deməyəcəm. Bundan sonra kim bu söhbətlərə qayıtsa, kim bu söhbətləri sinifdən kənara çıxartsa və ən əsası bunları Banuya hiss elətdirsə, məndən inciməsin. Aydın oldu. Razısınız məndən? Hə, aydın. Bəli. Salam uşaqlar. Hə uşaqlar, bugün bizdə seminardır, hə? Bəli qız qayıt mənimlə, olar mən danışım. Yox, danışanda elə 90 dəqiqənin hamısını sən danışırsan. Qoy görün başqa kim hazırdır. Müəllimə, sən ölənlərin görür. Mən öz vaxtımı verirəm bala kişiyə. Halaldır ona. Mən bir təhər kesinərəm deyib bu günlük. Oxumasa da olar. Oturun. Sakit. Kız Gayet Melve. Bundan sonraki dersi de siz keçəcəksiniz. Niyə Fikrət müəllim? Murad müəllim xəstələnib. Onu siz əvəz eləyəcəksiniz. Sakit. Mən bilirdim elə, bu uşaqlar kimi desəz xəstələndirər. Narahat olmayın Kız Gayet Melve. Adi soyuq dəymədi. Yəqin ki, bir-iki günə sağalıb qaydar. Tamam edin. Hə, Nüsrət. Deməli, gələn dərsi də mən keçəcəm. Deməli, bu 90 dəqiqəni sənə həsr eləyə bilərik. Danışa bilərsən. Gəl. Mənim yaradıcı keçən. Hamısı mənə. Gəl dərsi danış. Nə olub, nə olub? Kasım balası nə olsun şey yəndə?
Şeir bilirəm, mənim nəzətli bilirəm. Çox gülmədi, gülür. Sən nə gülsən, kətçi? Sən vuracam bir gün. Sakit ol. Nə şeiri? Dərsi danış deyirəm sənə. Şeirlər Murad müəllimin dərsində demişəm, tutuzdurmuşam, bir bombadır. Özüməm dilim deyib bombadır. Nöqtə, belə deyil, nöqtə deyil. Baxma, hayra. Tamam. Deyim də... Yapacaqsan dərsi. Dərs istəyəndə mənim. Pis gün ömrü az olar da. Deyir, şəhət deməsin, xeyir gəlməz. Söhbəti bir dəfəli bağlamaqla yaxşı elədin. Banu, danışa bilərik. Banu, qurban ol, qulaq as mənə. Yalvarıram, qulaq as, xahiş edirəm. Danışma. Heç nə demə, ancaq mənə qulaq as. Bağışlama məni. Nifrət elə mənə. Amma bir də özünə qəsd eləmə. Məni üçüncü sevdiyim adamın qatil eləmə, Banu. Sənə bir şey olsa mən ölərəm, Banu, eləmə. Uşaqlar, nə olar siz də belə eləyin. Yalvarıram sizdən, siz də məni tək qoymayın, nə olar. Uşaqlar, mən 2 dostumu bir gündə itirmişəm. 2 qardaşımın ölümünü bir gündə görmüşəm, uşaqlar. Allah haqqı özümdə deyildim. Ne ettiğimi bilmirdim, ne niyeceğimi bilmirdim. Başımı itirmişdim, ölmək istəyirdim uşaqlar. Ölmək istəyirdim. Ona göre de bütün bunlara razı oldum. Ona göre de bütün bu oyunlara getdim. Ama mən heç vaxt bilməzdim ki, mən Banu'nu ne vaxtsa sevəcəm uşaqlar. Heç vaxt bilməzdim ki, ne vaxtsa Banu'dan... Xahiş edirəm, eləməyin belə. Mənə bu həyatda aldıqlarım bəsdir. Mənim bu həyatda çəkdiklərim əzab mənim üçün bəsdir uşaqlar. Vallahi bəsdir mənə.
Mən gözləyirdim ki, Banu'nun atası, dostu, qardaşı gəlib məni öldürəcək. Mənim canım, həyatım xilas olacaq bundan. Xahiş edirəm sizdən, yalvarıram, eləməyin bunu mənə. Tək qalmışam mən, nə olar siz başa düşün məni. Baxın da, baxın, bir kənardan baxın mənə. Özünüzü qoyun mənim yerimə, xahiş edirəm sizdən artıq dərəcədə. Yalvarıram sizə, eləməyin bunu mənə. Nə olar eləməyin. Elə bilirsiniz, mən peşman deyiləm, it kimi peşmanam. Eşşək kimi peşmanam. Hər gün özümü söyürəm, hər gün özümü döyürəm. Hər gün yatanda Allah yalvarıram ki, sabah açılmasın, oyanmayın sabah. Yalvarıram Allah, eləməyin bunu mənə, qurban olum, eləməyin bunu mənə. Mənim bu həyatdan aldığım dərs mənə bəsdir. Nə olur, tək qoymayın məni. Uşaqlar, deyirəm bəlkə gedək Murad müəllimə baş çəkək. Nə deyirsiniz? Əla olar, hə? Uşaqlar? Hə, mermeyvə zadalaq gedək də. Yox, almayın. Mən alaram da. Yox, sən niyə alırsan ki? Elə atışa xamımız pul qoyaq alaq da. Hə da, pul verin mənə. Bizim yolumuzun üstündə qəşəng almalar var, cemli. Özüməm alaram mən. Nüsrət. Deyəndə o alma var. Vüqar yazıb. İyi konsert olacaq. Gedək? Mən getmirəm, aga. Onsuz da sənin o dostuna xoşum yandır mən. O ölürdü axsan da. Lap mama uşağı olmuşsan yaxır vaxtlar. Sən necə yersən? Mənim həvəsim yoxdur. Sən ondansa Nüzrət apar. O belə şeylərdə həvəslidir. O heç olmasa yazıq gün görsün. Hə, düz deyir. Yaxı, Nüzrət görüb də. Valla mən gördüyümü görmüşəm qardaşım. Mən istəyirəm mənim bala kişimi aparım. Hə, Balaş? Balaş! Naz edir. Yaxşı, bala kişi. Nədir? Gedək? Hara? Fərqi nədir hara? Konsertə. Görməmsən də, çıx da bu kənddən, bir gedə bir dünyanı gör də. Maraqlıdır belə. Ala bombadır. Həm gedək. Hə, heç nə. Zəngimi gözlədi onda.
Sən burada nə edirsən? Xəstə ziyarətinə gəlmişəm. Olmaz? Yox, olmaz. Tək yaşayan kişi xəlağın yanına qız uşağın gəlməsi nə qədər düzgündür. Bu bir. İkinci də Banu indi harda olsa gəlməlidir. Mənə elə gəlirsən orada kimsə gizlədirsən. Sən elə gəlmir ki, sən boş-boş danışırsan. Onda çəkil baxım. Tapa bildin kimsə? Neyniyim? Özünü şübhələ aparırsan. Qızdırman var? Var! Bayaq var idi, indi düşüb. Bana da bir yağ dərsə gedmək istəmirdi, qalıb qulluq eləmək istəyirdi, dedim, dərsindən qalma, get dərsə. Dayan. Sənə indi yaxşı bir sup pişirəcəm. Mən xəstə olanda tam da pişirirdi. İçib tez ayağa qalxıram. Bir dəqiqə, atoğu başa düşdüksən, özün pişirə bilirsən. Birinci dəfə də pişirəcəm. Mən həyatımda hər şeyin birincisi sənlə olur. Bəlkə supu sonraya saxlayaq. Bəs demirdin mənim əlimdən zəhər də olsa içərsən? Şimdi mən bunu indi söz xatirinə demişəm də, indi sən bunu hər dəfə niyə birbaşa qəbul edirsən? Başa düşmədim. İnci. Mən səni bu dəfə qovmuram, amma səndən bir xahişim var. Bir də bizə gəlməyin təkrarlanmasın, yaxşı? Yaxşı. Təsəvvür elə ki, xəstəliyindən istifadə eləmişəm. Sağlam vaxtı gəlsəm, qovarsan. Başqa əmriniz? İndi keç mətbəxə əl qabiliyyətini görək. Nə oldu? Hələ də özünə gələ bilməmsən. Çox qorxdum. Allah atandan bu qədər qorxursan sən. Nə ata? Banunun dünənki halı gözümün qabağından getmir. Mən Banunu itirməkdən qorxdum. Sakitləş Gülşən.
Ola bilməz. Hamiləyəm. Həsən. Biraz canlı da canlı, diri oyna biraz. Allah, ha. Bu da qardaşının sənə dediyi konsert. Bax. Bu da sup. Yemeyeceksen? Necedir? Yaxşıdır. Ne yalan deyirsən? Yaxşı deyil axı. Demişdim axı zəhər söhbəti. Banudur yəqin, get aç qapını. Mən? Deyərsən ki, güya səni görməyə gəlmişdim. Qorxma, gəl.